Astrologiyaya görə 4 bürc xüsusilə evlilik təklifinə doğru gedir. Qoç 2026 qoçlar üçün münasibətlərdə yetkinliyin və sakit qərarların ili olacaq. Adətən impulsiv davranan qoçlar bu dəfə daha düşünülmüş şəkildə hərəkət edəcəklər. Onlara evlilik təklifi böyük nümayişlə deyil, evdə sakit bir axşam və ya rahat bir gündəlik an kimi sadə, səmimi atmosferdə gələ bilər. Şir bürcü üçün yeni il romantik nağıl havasında olacaq. Xüsusilə yay sonu və payızın əvvəlində yadda qalan bir evlilik təklifi ehtimalı yüksəkdir. Təklif çox güman ki, səyahət zamanı, dəniz kənarında və ya şirin özünü ən parlaq hiss etdiyi bir anda baş verəcək. Oğlaq 2026 oğlaqlar üçün uzun müddətdir axtardıqları sabitliyin gerçəyə çevrildiyi il sayılır. Səmimi, sakit və nümayişsiz, lakin qətiyyətli bir evlilik təklifi onların münasibətində növbəti mərhələyə keçidi təmin edə bilər. Parkda sakit gəzinti və ya evdə qəhvə süfrəsi arxasında edilən təklif oğlaq üçün ideal sayılır. Xərçəng bürcü yeni ildə emosional və mənəvi baxımdan dərin bağlılıq yaşayacaq. Münasibətlərdə istilik və təhlükəsizlik artdıqca evlilik mövzusu daha çox gündəmə gələcək. Onlara təklif adətən romantik atmosferdə, evdə, dəniz kənarında və ya emosional bir an paylaşarkən gələ bilər. Astroloqların fikrincə 2026-cı il bu 4 bürc üçün sevgi, bağlılıq və ciddi münasibət addımlarının ili olacaq.